izləyicilərimiz, yenə salamlayıram sizləri, xoş gördük bir daha. Deməli, yenə 8 mərtəbəli apartman tipli binanın 5-ci mərtəbəsində 63 kvadrat sotaqlı cəmə mənzil nəzisi tanış eləməyə gəlmiş. Bu mənzilin qonaq otağı. Biz azın-aşağıda seçək edilər qonaq otağımız. Bu mənzilimizin qonaq otağı. Görürsünüz, yəni normal geniş bir qonaq otağı var. Qonaq otağının baş tərəfində şəbəkə qapı ilə yığılmış mətbəx. Götür zəhmət olmasa. Bu da eyvan hissəsidir. Buyur, eyvanla çək. Mənzilimiz, hörmətli izləyicilər, onu vurgulamaq istəyirəm ki, Sultan Şallı Sarayının arxasında yerləşir. Burada gördüyümüz yol 119 nömrəli marşrut xəttinin yolu. Bax orada, yəni 119 nömrəli marşrut xəttində bir 50-60 metr məsafədə yerləşir binamız. Qarşıda da Sultan Şallı Saray. Sultan Şallı Sarayının arxasına düşür. Gəl. Burada belə yataq otağına keçid də var. Qonaq otağına və yataq otağına keçid də var. Götür bax zəhmət olmasa. Belə bir yataq otağımız var. Kombi xəttlər zaten çəkilib hazırdır. Bunu döşəməsi laminatdır. Görürsünüz. Eqedir növbəti yataq otağına istiqamətdir. Burada yataq otağına öncə burada sanitar qovuşağıdır. Bunu götürür zəhmət olmasa. Bura dəhlizidir. Dəhlizi nə götür? Döşəməsi metlabdır. Burada geniş bir dəhlizi var. Burada dolab yığmaq üçün yeri də var. Bura növbəti bir yataq otağımızdır. Belə bir uyğunluğun yataq otağıdır. İşıqlamaq üçün pəncərə də qoyulub növbəti bir otağa. Bayaq girdiyimiz yataq otağına ki, işıq düşsün. Hər şey otağa işıq düşəriz. Mənzilin qiymətini açıqlama bölməsində qeyd edəcəm. Hörmətli izləyicilərimiz, bir daha vurğulayıram. 8 mərtəbəli binanın 5-ci mərtəbəsində 63 kvadrat sotaq cəmə mənzilimizdir. Videomuzu bəyənib, kanalımıza abunə olmağı unutmayın. Sizin də satışda mənzilləriniz varsa bizimlə əlaqə saxlaya bilərsiniz. Bugünlük bu qədər, hələlik sağ olun.